Bakının Suraxanı rayonunda baş verən hadisə ilə bağlı məhkəmə prosesi yekunlaşıb. 2008-ci il təvəllüdlü Elmar həmyaşıdı Rüfətin ölümündə təqsirli bilinərək məsuliyyətə cəlb olunub. Məhkəmə istintaqı ilə müəyyən edilib ki, hadisə ötən ilin iyul ayında Hövsan qəsəbəsində baş verib. Elmar həmyaşıdı Rüfətlə futbol oynayarkən mübahisə edib. Səbəb isə Rüfətin Elmarın keçmiş sevgilisi ilə danışmaq istəməsi olub. Bu məsələ əvvəlcədən aralarında narazılıq yaratdığından tərəflər yenidən üz-üzə gəlib. Daha sonra Elmar Rüfəti meydançadan kənara təxminən 30 metr aralıda yerləşən ağaclıq əraziyə aparıb. Burada aralarında yaranan münaqişə zamanı Elmar Rüfətin sol gicgah nahiyəsinə ardıcıl 2 dəfə yumruq zərbəsi endirib. Zərbələrdən sonra Rüfət yerə yıxılsa da bir müddət sonra özünü yaxşı hiss etdiyini bildirib və evə gedib. Lakin sonradan vəziyyəti qəfil pisləşib. Evə baş nahiyəsində şişlə gələn Rüfət bir müddət sonra huşunu itirib. Dərhal təcili tibbi yardım çağırılaraq o xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ekspertiza rəylərinə əsasən ölümə səbəb alınmış zərbələr nəticəsində baş beyin travması olub. Məhkəmənin hökmü ilə Elmar Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib. Müdafiə tərəfi hökmün yüngülləşdirilməsi ilə bağlı apellyasiya şikayəti versə də, yuxarı instansiya məhkəməsi şikayəti əsassız hesab edərək təmin etməyib.